Hər vaxt xeyir olsun. Bu gün sizlə test topusundan, quantifiers mövzusundan bəzi testlərin izahına baxaq. 50-ci testdən başlayırıq. 50-ci testdə nöqtələrdən sonra experience sözü gəlir. Experience təcrübə deməkdir. Sayılmayan isimdir. Uncountable noundur. İndi baxaq. Enough'dan sonra uncountable noun gələ bilər. A little'dan sonra uncountable olmalıdır. Minidən sonra cəm isim olmalıdır. A lot'dan sonra isim gəlməz. Much'dan sonra sayılmayan isim gələ bilər. Demək doğru cavabımız 1, 3, 5. 51-ci testə baxaq. 51-ci testdə nöqtələrdən sonra practice sözü gəlib. Practice təcrübə sayıla bilməyən tək isimdir. Minidən sonra cəm isim olmalıdır. A few'dan sonra cəm isim, a lot'dan sonra isim olmaz. Enough'dan sonra sayıla bilməyən isim ola bilər. A little'dan sonra sayıla bilməyən isim olmalıdır. 1 və 3 bizim doğru cavabımızdır. 52-ci testdə nöqtələrdən əvvələ də baxırıq. Əvvəldə only gəlib. Onlydən sonra a little ola bilər, bir də a few ola bilər. Qalan bunların heç biri onlydən sonra gələ bilməz. Burada isə fikir veririk. Countries sözü cəmdədir. Ona görə a few seçirik. A few'dan sonra cəm isim, a little'dan sonra sayıla bilməyən isim. 53-cü testə baxırıq. 53-cü testdə confidence, özgüvən, sayıla bilməyən tək isimdir. A few'dan sonra cəm isim olmalıdır. Dedik a lot'dan sonra isim olmaz. Anymore-dan sonra cəm isim də ola bilər, sayıla bilməyən isim də ola bilər. A little more-dan sonra da sayıla bilməyən isim, enough'dan sonra sayıla bilməyən isim gələ bilər. 1, 3, 5. 54-cü testə baxırıq. 54-cü testdə courage, yenə cəsarət, sayıla bilməyən tək isim gəlir. A few-dan sonra cəm isim, a lot'dan sonra isim olmaz. Yenə enough'dan sonra sayıla bilməyən isim ola bilər. More-dan sonra sayıla bilməyən isim ola bilər. 1, 3, 5. 55-ci testə baxaq. 55-ci testdə fikir veririk ki, baxın, burada nöqtələrdən sonra heç nə yoxdur, isim yoxdur. Bəs biz bunu nəyə görə təyin eləməliyik? Əvvəlki cümləyə fikir veririk. Əvvəlki cümlədə deyir ki, yesterday Jane hardly ate anything at all. Dünən Jane qətiyyən nəsə yemədi. Hardly inkarlıq məna bildirir. Yəni çətinliklə yedi. Demək olar ki, heç yemədi. Yəni çox az yeyib. Too much çox deməkdir. Enough yetərincə deməkdir. A lot çox deməkdir. Much çox deməkdir. Baxırıq 4 variantın 4-ü də yetərli və çox deməkdir. Amma very little çox az deməkdir. Yəni heç olmayacaq dərəcədə. Yesterday Jane hardly ate anything at all means she ate very little. Deyir dünən Jane çətinliklə yedi. Yəni heç yemədi. Bu olmayana gəlir. O çox az yedi. Sonra 56-cı testə baxaq. O da eynidir. Sally hardly earns anything at all means she earns very little. Bu da very little'dır. Çünki deyir Sally demək olar ki, heç qazanmır. Mənası o çox az qazanır mənasına gəlir. Burada hardly-ni yadda saxlayın ki, inkarlıq məna yaradır. 57-ci testə baxaq. 57-ci testdə a few-dan sonra cəm isim olmalıdır. Burada slice təklədir, bu səhvdir. Bir də onu deyim ki, of olanda of-dan əvvəlki ismə baxırıq. A lot of-dan sonra sayıla bilən isim gəlirsə mütləq cəmlənməlidir. Burada sack torba kisə sayıla bilən isimdir. Sacks olmalı idi. A little-dan sonra sayıla bilməyən isim gəlir, amma slice deyim sayıla bilən isimdir. A little sack of coal. 57-ci testə baxırıq. A few-dan sonra cəm isim gəlməlidir. Bir səhvdir. A lot of-dan sonra sayıla bilən isim gəlirsə mütləq cəmlənməlidir. Burada sack torba sayıla bilən isimdir. Mütləq sacks olmalı idi, cəmlənməli idi. Bu da səhvdir. A little-dan sonra çox vaxt deyirik ki, sayıla bilməyən isim gəlir, amma onda biraz kimi tərcümə olunur. Amma sayıla bilən isimlə də işlənə bilər. Nə vaxt? Əgər kiçik, balaca mənasını verirsə. A little slice of cake. Kiçik bir dilim tort. A little sack of coal. Burada da kiçik mənasındadır deyə işlənə bilər. Enough'dan sonra da yenə cəm isim gələ bilər. Doğru cavabımız 3, 4, 5. E variantı. 57-ci testə baxırıq. A few-dan sonra cəm isim gəlməlidir. Bir səhvdir. A lot of-dan sonra sayıla bilən isim gəlirsə mütləq cəmlənməlidir. Burada sack torba sayıla bilən isimdir. Mütləq sacks olmalı idi, cəmlənməli idi. Bu da səhvdir. A little-dan sonra çox vaxt deyirik ki, sayıla bilməyən isim gəlir, amma onda biraz kimi tərcümə olunur. Amma sayıla bilən isimlə də işlənə bilər. Nə vaxt? Əgər kiçik, balaca mənasını verirsə. A little slice of cake. Kiçik bir dilim tort. A little sack of coal. Burada da kiçik mənasındadır deyə işlənə bilər. Enough'dan sonra da yenə cəm isim gələ bilər. Doğru cavabımız 3, 4, 5. E variantı. 58-ci testlə davam edirik. Yenə eyni qaydada baxırıq. A few-dan sonra cəm isim olmalıdır. A little-dan sonra sayılmayan isim də ola bilər. Bir də kiçik mənasını ifadə edirsə, özündən sonra sayıla bilən tək isim gələ bilər. A little piece of chalk. Bir kiçik hissə təbaşir. Bu düzdür. A lot of sack. Bu səhv ifadədir. Çünki a lot of-dan sonra sayıla bilən isim gəlirsə, mütləq cəmdə olmalıdır. A little sack of wheat. Bu doğru ifadədir. Baxmayaraq ki, sack burada sayıla bilən isimdir. Çünki a little burada kiçik bir mənasını ifadə edir. Kiçik bir torba buğda. Enough sacks of wheat. Enough'dan sonra sayıla bilən isim gəlirsə mütləq cəmdə olmalıdır. Demək ki, doğrudur. Enough sacks of wheat. Yetərincə, yetərli qədər buğda torbaları. Demək doğru cavab 2, 4, 5. 2, 4, 5. C bəndi. 59-cu testdə Fortunately, they have
been changed. Burada ismimiz change, cəm isimdir. Many'dən sonra cəm isim olar, doğrudur. Much'dan sonra sayılmayan isim olar, yanlışdır. A few'dan sonra cəm isim olar, a lot'dan sonra isə ümumiyyətlə isim olmaz. Doğru cavab 1, 2, D bəndi. 60-cı testə baxırıq. 60-cı testdə ismimiz burada pozitiv effekt, burada ismimiz effektdir. Müsbət təsirlər. Biz pozitivə yox, effektə baxmalıyıq. Çünki ismimiz effektdir. Cəm isimdir. Many'dən sonra cəm isim olar. A few'dan sonra cəm isim olar. A lot'dan sonra isim olmaz. So little'dan sonra sayılmayan isim olar. 1, 2. 1, 2. Doğru cavab E bəndi. 61-ci testə baxırıq. 61-ci testdə burada ismimiz kinds of meat. Biz meat-ə yox, kinds-a baxırıq. Çünki of olarsa, of-dan əvvəlki ismə baxmalıyıq. Əsas tərəf of-dan əvvəlki tərəf olur. Kinds cəmdədir deyə many'dən sonra cəm isim olar. Bunu götürürük. Only a few-dan sonra cəm isim olmalıdır. Too many-dən sonra cəm isim olmalıdır. So little-dan sonra sayılmayan isim olmalıdır. Too much-dan sonra sayılmayan isim olmalıdır. 1, 3, 5. E bəndi. Sonra 62-ci testə baxırıq. Sorts of soup yenə eyni qaydadadır. Of-dan əvvəlki ismə baxırıq. Sorts burada cəmdədir deyə cəmə uyğun olanlar, yəni cəm tələb edənləri götürməliyik. Little'dan sonra sayılmayan isim gəlməlidir. Too much-dan sonra sayılmayan isim gəlməlidir. Bu 2 ilə 4-ü çıxırıq. Too many-dən sonra cəm isim, only a few-dan sonra cəm isim, so many-dən sonra cəm isim. 1, 3, 5. E bəndi. Sonra növbəti testə keçirik. 63-cü test. Baxaq. Burada isim yoxdur, exciteddir. Bir baxaq. Deyir ki, audience, auditoriya filmdən sonra həyəcanlı idi. İndi baxaq. Sifətdir burada. Sifətlə işlənməsinə görə baxmalıyıq. İnafı bərbaşdan çıxmalıyıq. Niyə? Excited həyəcanlı deməkdir, sifətdir. İnaf sifətdən sonra işlənər. Excited inaf ola bilər. Demək ki, B bəndi yanlışdır. Saçdan sonra isim işlənər. Yəni saç isimlə işlənir, təkcə sifətlə işlənmir. Saç excited olmaz. Eləcə də saç əni də çıxıram. Heç saç özü sifətlə işlənmir. Hələ ən artiklı isimə aiddir. Onun sifətin qarşısında nə işi var? Yəni özündən sonra isim gəlsə ola bilər. Amma tək başına sifətlə işlənmir. Bax, exciteddən sonra bir isim olsaydı, burada isim olsaydı. Həmin isim sayıla bilən tək olsaydı, saç ən qoyardıq. Həmin isim cəmdə olsaydı və yaxud da ki, sayılmayan olsaydı, saç istifadə edərdik. Keçək bu iki cavaba. Quiet sakit deməkdir. Quiet excited, sakit həyəcanlı idi. Bu ifadə doğru gəlmir. Quiet isə tamamilə deməkdir. So ilə sinonim ola bilər. Completely ilə sinonim ola bilər. Quite excited, tamamilə sakitlik idi. Doğru cavab D bəndi. Növbəti testə baxaq. Yenə eyni tipdə bir test görürük. Burada da ismimiz bigdir. The bus was big and all the passengers could get in. Deyir, avtobus böyük idi və bütün sərnişinlər ona minə bildi. İndi burada böyükdən sonra isim yoxdur. Buna diqqət edirik. Saçdan sonra mütləq isim olmalıdır. Quiet sakit deməkdir. Özü elə sifətdir, yəni bir sifəti təyin eləmir. Enough sifətdən sonra işlənər. Big enough olmalıydı. Saç eni də ümumiyyətlə qoya bilmərik. Çünki E artiklı isim aiddir. Həm də saçdan sonra bir isim olmalıdır mütləq. Quite isə biz işlədə bilərik burada. Quite big, tamamilə böyük idi. Doğru cavab B bəndi. 65-ci test, yox, doğru cavab, üzr istəyirəm, doğru cavab A bəndi. 65-ci testə baxırıq. A lot of juice doğrudur. A lot of-dan sonra sayılmayan isim olar. Çoxlu meyvə suyu. Much bottles yanlışdır. Of-dan əvvəlki sözə baxırıq. Bottles cəmdədir. Muchdan sonra cəm isim olmaz. A little juice olar. Biraz meyvə suyu. A few-dan sonra həmişə cəm isim gəlir. Bu yanlışdır. Much lemon juice. Bu doğrudur. Yan-yana gələrsə sözlər, biz ikinci sözə baxmalıyıq. Juice sayılmayan isimdir deyə much onunla işlənə bilər. Doğru cavab 1, 3, 5. A variantı.
66-cı testə baxaq. 66-cı testdə isimimiz difficulties, çətinliklər, cəm isimdir. Little-dan sonra sayılmayan isim, much-dan sonra sayılmayan isim, a little-dan sonra sayılmayan isim, so few cəm isim tələb eləyir, so many cəm isim tələb eləyir. İndi burada diqqətli olmalıyıq. Bu misal üçün 11-ci sinifə düşər. Baxaq. So few çox az deməkdir, so many çox deməkdir. İndi mənaya baxaq biz. The snowstorm caused difficulties that the flight was cancelled for 2 days. Deyir, qum qasırğası çətinliklərə səbəb oldu, hansı ki, uçuş 2 gündür ki, dayanıb. Demək, bu çox çətinliklərə səbəb olub ki, uçuş dayanıb. Ona görə so many istifadə edirik. Doğru cavab C bəndi. 67-ci testə baxaq. Snowfall, burada ismimiz qar uçqunu. Bu sayılmayan isimdir. Sayılmayan isimdir və təklədir. Əlbəttə ki, many-dən sonra cəm isim gələr, few-dan sonra cəm isim gələr. Bunları çıxaq. A və C variantlarını çıxdıq. So much çox deməkdir. So little çox az deməkdir. A little da yetərincə, yəni kifayət qədər mənalarına gəlir. Burada forecasters sinoptik deməkdir. Yəni hava məlumatı verən bir kəs. Deyir, sinoptiklər o qədər qar proqnozlaşdırdı ki, predict proqnozlaşdırmaq deməkdir. Məktəblər, ştatlarda məktəblər gecikdirildi. İndi burada gərək çox qar yağmış olsun ki, məktəblər də gecikdirilsin. Doğru cavab buna görə D bəndidir. A little bir şeyin müsbət mənasını ifadə eləyir. Həddindən çox yox, yetərli qədər olmasını ifadə edir. Ona görə E variantını götürmürük. Doğru cavab D bəndidir. 68-ci testə baxaq. Burada saltdur bizim ismimiz. Salt sayılmayan isimdir. Few-dan sonra cəm isim. Some more-dan sonra sayılan isim gəlirsə cəmdə, amma sayılmayan isim də gələ bilər. Many-dən sonra cəm isim. 1, 4, 5 E variantı. Burada a little-dan sonra sayılmayan isim gələr. Onunla a little-dan sonra sayılmayan isim gələr. Doğru cavab 1, 4, 5 E variantı. 69-cu testə baxaq. Burada cümlənin özündə isim yoxdur. Variantlara gedək. Few advice ifadəsi yanlışdır. Few-dan sonra cəm isim olar. Advice sayılmayan isimdir. Many-dən sonra cəm isim. Else-dən sonra ümumiyyətlə isim gəlməz. Bu ifadə səhvdir. Onda A variantında çıxırıq ki, else-dən sonra isim gəlməz. Doğru cavabımız much. Much-dan sonra sayılmayan isim gələr. Much advice, çox məsləhət. 70-ci testə baxaq. 70-ci testdə yenə variantlara baxırıq. Only a little nations olmaz. Only a little-dan sonra sayılmayan isim gələr. Only a lot deyə bir şey yoxdur. Belə bir ifadə yoxdur. Only few deyə bir ifadə yoxdur. Only a few olar. Only little deyə də bir ifadə yoxdur. Doğru cavabımız D variantı. Only a few-dan sonra cəm isim işlənibdir. Doğrudur. 71-ci testə baxaq. Burada indi isimlər yan-yana gəlib deyə, isim yan-yana gəlirsə və yaxud bir sifət bir isim gəlirsə, biz ikinci tərəfə baxmalıyıq. Burada bottles cəmdədir, matchla işlənə bilməz. Barrels cəmdədir, many ilə işlənə bilər. Many cəm isim tələb eləyir. Burada ismimiz rings cəmdədir. A few-dan sonra cəm isim gəlməlidir. A little-dan sonra sayılmayan isim gələr. Soup sayılmayan təkdir. Bu da doğrudur. Several-dan sonra həmişə cəm isim gələr, amma burada salat təkdədir. Bu da yanlışdır. 2, 3, 4 A variantı doğrudur. 72-ci testlə davam eləyirik. 72-ci testdə yenə eyni qaydada isimlər yan-yana gəlirsə və yaxud da bir sifət, bir isim gəlirsə, biz sonuncuya baxmalıyıq. Chocolate. Chocolate sayılmayan tək isimdir. A little-la işlənə bilər. Blanket cəm isimdir. Many ilə işlənə bilər. A few-dan sonra cəm isim skirt cəmdədir. Much-dan sonra sayılmayan isim rings cəmdədir. Yanlışdır. Several-dan sonra cəm isim soup təkdədir. Sayılmayandır. 1, 2, 3 bizim doğru cavabımızdır. 73-cü testə baxaq. Magazines cəmdədir.
Məqəzins cəmdədir. Somewhere-dan sonra sayılan isim gəlirsə cəmlənir dedik. Doğrudur. Elotdan sonra isim gəlmir. Some AZ-dən sonra cəm isim olar. Muchdan sonra sayılmayan isim, an AZ-dən sonra sayılan isim olsa da mütləq təkdə olmalıdır. Bu an artiklından yadımızda saxlayırıq ki, an artiklı sayılan tək isimin qarşısında gələr. Doğru cavab 1, 3. B variantı. 74-cü testə baxırıq. Burada poems cəmdədir. Cəm isimdən işlənənləri götürməliyik. Most of these. Most of-dan sonra cəm isimdə olar, sayılmayan isimdə olar. Both the poems. Both-dan sonra the article da olar, cəm isimdə olar. Only few deyə bir ifadə yoxdur. Every-dən sonra sayılan tək isim. All these. All-dan sonra cəm isim, these-dən sonra da cəm isim. All these-dən sonra cəm isim. Bütün bu şeirlər, all these poems. 1, 2, 5. Doğru cavab C variantı. Burada baxaq. Work iş mənasındadır. Burada I have work to do. Mənim etməyə işim var. İş sayılmayan tək isimdir. Many-dən sonra cəm isim. A little-dan sonra sayılmayan isim. Much-dan sonra sayılmayan isim. Few-dan sonra cəm isim. Doğru cavab 2, 3-dür burada. Y bəndi. 76-cı testə baxırıq. Burada sifət və isim ifadəsidir. Interesting facts. Biz facts-a baxırıq. Facts cəm isimdir. A few-dan sonra cəm isim. Some-dan sonra sayılan isimdirsə cəmlənməlidir. Doğrudur. Much-dan sonra sayılmayan isim. A lot-dan sonra isim gəlməz. Doğru cavab 1, 2. D variantı. Facts, burada ismimiz sadəcə facts. Facts cəm isim olduğu üçün much olmaz, a little olmaz, a lot-dan sonra isim gəlmir, little-dan sonra sayılmayan isim. Doğru cavab A variantı. Many-dən sonra cəm isim. 78-ci testə baxırıq. Mistakes burada cəm isimdir. A lot-dan sonra isim gəlməz, little-dan sonra sayılmayan isim, much-dan sonra sayılmayan isim, a little-dan sonra sayılmayan isim, many-dən sonra cəm isim. 79-cu testə baxırıq. Yenə sifət isim ifadəsidir. Interesting games. Biz games-ə görə təyin eləməliyik. Burada much-dan sonra sayılmayan isim, little-dan sonra sayılmayan isim, a lot-dan sonra isim gəlmir, a little-dan sonra sayılmayan isim, many-dən sonra cəm isim. Fruit trees, burada trees-ə görə təyin eləyirik. İki isim yanaş gəlib. Meyvə ağacları bizim əsas tərəfimiz ağaclardır. A little-dan sonra sayılmayan isim, much-dan sonra sayılmayan isim, little-dan sonra sayılmayan isim, a lot-dan sonra isim gəlməz. Many-dən sonra cəm isim. Doğru cavab B variantı. Students of our group learn Spanish. Deyir, bizim qrupumuzun şagirdləri İspanca öyrənirlər. Burada isimimiz studentsdir. Of varsa, ofdan əvvəlki ismə baxırıq. Students cəmdədir. Buna fikir veririk. Few-dan sonra cəm isim, much-dan sonra sayılmayan isim, a few-dan sonra cəm isim, a little-dan sonra sayılmayan isim. 1, 3 bizim doğru cavabımızdır. 82-ci testə baxırıq. Weeks burada cəmdədir. Weeks have passed. Həftələr ötür. Weeks cəmdədir. Few cəm isimlə işlənir. Much sayılmayan isimlə, a few cəm isimlə, a little sayılmayan isimlə. 1, 3 bizim doğru cavabımızdır. 83-cü testə baxırıq. I have friends, that's why I'm quite happy. Deyir, mənim dostlarım var. Ona görə də mən tamamilə xoşbəxtəm. İndi baxaq. Very little-dan sonra sayılmayan isim, too much-dan sonra sayılmayan isim, a lot-dan sonra isim olmaz, a little-dan sonra sayılmayan isim. Doğru cavabımız D variantı, a lot of. I have a lot of friends, that's why I'm quite happy. Deyir, mənim çoxlu dostlarım var, buna görə də mən xoşbəxtəm. 84-cü testə baxırıq. Burada ismimiz friends-dir. Friends cəm isimdir. Biz də ona uyğun kəmiyyət bildirən söz təyin eləməliyik. Too much-dan sonra sayılmayan isim, much-dan sonra sayılmayan isim, a lot-dan sonra isim gəlməz, very little-dan sonra sayılmayan isim, few-dan sonra cəm isim. 85-ci testdə ismimiz studentsdir. Students cəm isimdir. Much-dan sonra sayılmayan isim, a little-dan sonra sayılmayan isim, many-dən sonra cəm isim, few-dan sonra cəm isim. 3 və 4 burada bizim doğru cavabımızdır. 86-cı testə baxırıq. Workers, işçilər, fəhlələr cəm isimdir. Much-dan sonra sayılmayan isim, a little-dan sonra sayılmayan isim, many-dən sonra cəm isim, few-dan sonra cəm isim. Doğru cavabımız 3, 4. Y bəndi. 87-ci testdə isimlər yan-yana gəlib. Ona görə də əsas tərəf ikinci tərəfimizdir. Burada circles cəmdədir. A few cəm isimdən işlənə bilər. Düzdür. Circle burada təkdədir. Few-dan sonra cəm isim. Few-dan sonra cəm isim bags cəmdədir. Doğrudur.
A few-dan sonra cəm isim, amma back burada təkdədir. Doğru cavab 1, 3. C bəndi. 88-ci testə baxırıq. Both burada cəmdədir. Doğrudur. A few-dan sonra cəm isim. A few-dan sonra cəm isim. Bol burada təkdədir. A few-dan sonra cəm isim. Towels cəmdədir. A few-dan sonra cəm isim. Towel təkdədir. 1, 3 bizim doğru cavabımızdır. Növbəti səhifəyə keçirik. 89-cu testə davam eləyirik. Very few-dan sonra cəm isim. Doğrudur. Very a little pie. Çox kiçik bir piroq. Bu ola bilər kiçik mənasında. Ola bilər a little-la, amma very a little deyə bir ifadəmiz yoxdur. Very little ola bilərdi. Eləcə də 4-ü çıxmalıyıq. Very a few deyə bir ifadə yoxdur. Verydən sonra artiklsız kəmiyyət bildirən sözlər gələr. Very little patience. Çox az səbir. Doğru cavab 1 və 2. C bəndi. 90-cı testdən davam eləyirik. Yenə eyni qaydadadır. 3-ü çıxıram, çünki very a few deyə bir ifadə yoxdur. 4-ü də çıxıram. Very a little deyə bir ifadə yoxdur. Very little beer, very few kettles. 1 və 2 bizim doğru cavabımızdır. 91-ci testdən davam eləyirik. Only a few deyə bir ifadə var və özündən sonra cəm isim tələb eləyir. Only few deyə bir ifadə yoxdur. Only little deyə bir ifadə yoxdur. Only-dən sonra article. Only a few, only a little. Only a little flavor. Çox az dad. 1 və 2 bizim doğru cavabımızdır. 92-ci testə baxırıq. Only a little dust. Çox kiçik toz. Only a little ifadəsi var və saymayan isim tələb eləyir. Dust da sayılmır. Only few deyə bir ifadə yoxdur. Only little deyə bir ifadə yoxdur. Only-dən sonra article olanlar. Only a few drugs. Yadda saxlayırıq. Only-dən sonra article olanlar. Only a little, only a few. 1 və 2 bizim doğru cavabımızdır. Baxaq 93-cü testdə. Mistakes bizim cəm isimimizdir. Too much-dan sonra sayılmayan isim. Very few deyə bir ifadə yoxdur. A little-dan sonra sayılmayan isim. A lot of cəm isim olar. Few cəm isim olar. İkisi də doğrudur, amma mənaları bir-birinə ziddir. A lot of çox deməkdir. Few isə az deməkdir. Baxın 11-ci sinifə əsasən belə həm qayda, həm də tərcümə tələb eləyən testlər düşür. Deyir ki, my first day at work was not very good. Hamısı asan sözlərdir, amma tərcümə olsa da. Deyir, mənim işdə ilk günüm çox yaxşı deyildi. I made mistakes. Yaxşı deyildi deyirsə, demək ki, mən çox az səhv eləmişəm, yoxsa çox səhv eləmişəm. Çox səhv eləmişəm. Doğru cavabımız D variantıdır. Burada da yan-yana iki söz gəlib. Publishing houses, əsas tərəf housesdir. Houses cəmdə olduğu üçün cəmə uyğun təyin etməliyik. A little-dan sonra sayılmayan isim, too much-dan sonra sayılmayan isim. İndi burada fikir veririk. A lot of-dan sonra da cəm isim gələr. Few-dan sonra da, very few-dan sonra da cəm isim gələr. İndi belə də tapa bilərik. Few da az deməkdir, very few da az deməkdir. Onda iki variant doğru olmuş olur. Yəni ikisi də mənaca çox yaxındır. Yəni ikisini də götürə bilərik. Demək doğru cavabımız A variantıdır. Amma tərcümə də eləyə bilərik biz bunu. Dəqiqə görünsün, üstlərini silim. Deyir publishing houses work with young writers. Deyir çox çap evləri gənc yazıçılarla işləyirlər. It's great. Bu əladır, I think. Mən düşünürəm, bu əladır. İndi yaxşı bir şeylərdən danışırsa, demək ki, biz çox olan, yəni müsbət mənanı götürməliyik. A variantı bizim doğru cavabımızdır. Did you buy much milk? Sən çox süd aldın. Deyir, sən çox süd aldın. Burada isimimiz, yəni sual-cavab formasında olanda görürük ki, burada isim yoxdur. Onda sualdakı isimə görə təyin eləyirik. Milk burada sayılmayan isimdir deyə, few-dan sonra cəm isim. A bəndi few-dan sonra cəm isim. A lot-dan sonra isim olmaz. A little yetərincə, too much isə lap çox, həddindən çox deməkdir. Did you much buy much milk? Sən çox süd almısan. Deyir ki, not just a little. Xeyr, sadəcə biraz. Doğru cavabımız Y bəndi. 95-ci testə baxırıq. Did you stay there long? Sən orada uzun müddət qaldın. No, just a few days. Burada da Y bəndi bizim doğru cavabımızdır. Little-dan sonra cəm isim olmaz. Little-dan sonra cəm isim olmaz. A lot-dan sonra isim olmaz. So many-dən sonra cəm isim olar, amma bura düz gəlmir. Çünki o deyir ki, sən çox uzun müddət qaldın. O da deyir ki, sadəcə bir neçə gün. Həm də just-dan sonra just a little, just a few. Bax, bunlar işlənir. 97-ci testə baxaq. Guests burada cəm isimdir. A lot-dan sonra isim gəlməz.
Matchdan sonra cəm isim gəlməz. Bu 3 variant qaldı. İndi fikir veririk ki, but nöqtələr keyim gəlib də, yəni isim gəlməyib. İsim gəlməyibsə biz birinci tərəfdəki ismə uyğun təyin etməliyik. Birinci tərəfdəki ismimiz guestdir. Guest cəmlik bildirir. A little isə sayılmayan isimlərdən işlənir. Onda bunu da çıxırıq. İndi mənaya uyğun baxmalıyıq. B və C variantları qalıb. B variantındakı cavabların mənası çox, çox deməkdir. C variantda isə çox, few isə az deməkdir. İndi gəlin baxaq. Guests were invited to the party. Qonaqlar şənliyə dəvət olundu, but came. Amma gəldi. Amma deyirsə bir-birinə zidd olmalıdır. Çox qonaqlar şənliyə dəvət olundu, amma azı gəldi. Doğru cavabımız C variantıdır. 98-ci testdən davam edirik. People cəm isimdir. Burada isə xəbərimiz cəmdədir. Buna fikir verin. Were cəm xəbərdir və bizim mübtədamız burada of-dan əvvəlki sözdür. Yəni bu xəbər buradakı sözlə uzlaşıbdır. Bura fikir verməliyik mütləq. İndi gəlin birinci tərəfə görə uyğun olanı birinci təyin eləyək, uyğun olanları və yaxud da. A lot-dan sonra isim gəlməz. C və Y variantları getdi. A little-dan sonra cəm isim gəlməz. Many və yaxud da a lot of-dur. Burada düzgün cavabımız. Amma burada bir şeyə də fikir verməliyik ki, only-dən sonra many olmaz. Doğru cavabımız A variantı. 99-cu test. Burada veriyə fikir veririk. Veridən sonra artikellı kəmiyyət bildirən söz gəlməz. Bunlar bərbaşdan çıxırıq. Deyir we must hurry. Biz tələsməliyik. Tələsməliyiksə bizim çox vaxtımız var, yoxsa çox az vaxtımız var. Demək bizim çox az vaxtımız var. Few-un da çıxmalıydıq ki, burada cəm isimlə işlənir few. Many də cəm isimlə işlənir. Elə qaydaya uyğun da təyin eləmək olur. Very little time. Bizim çox az vaxtımız qalıb, biz tələsməliyik. Və 100-cü testə baxıb yekunlaşdırırıq. Tennis balls. Burada tennisə görə yox, ballsa görə təyin etməliyik. İki isim yanaşı gəlsə ikinci isimə görə təyin edirik. Few cəm isimlə işlənir, balls cəmdədir. Many cəm isimlə işlənir, much sayılmayan isimlə işlənir. A lot-dan sonra isim gəlmir. A few cəm isimlə işlənir. A little sayılmayan isimlə işlənir. 1, 2, 1, 2, 5. Y variantı bizim doğru cavabımızdır. Bugünlük izahımız bu qədər. Sağ olun.